Türkiyə üçün Azərbaycan paxlavası hazırlayıram. Əvvəlcə xəmirini yoğurdum. Bütün ərzaqları bir-birinə qatışdırıb gözəl, yumşaq bir xəmir hazırladım. Mən özümüz üçün hazırlayıram, heç yerə göndərmirəm. Yarım saat dinləndikdən sonra yuxaları yayıram. Bu paxlavanı Türkiyədə yaşayan qohumum üçün hazırlayıram. Amma ki, paxlavanın bundan xəbəri yoxdur. Artıq xəbər tutdu ki, Türkiyəyə gələcək. Yumurtanın içərisinə biraz rəng qatıram ki, biraz rəngli olsun. Üzərinə çəkib daha sonra qozları düzürəm. Bütöv qoz istəmişəm. Deyir ki, heç yerdə yoxdur. Para qozlar almışam, birləşdirib. Para qozları birləşdirib bütöv qoz əldə edirəm. Biraz bişirdikdən sonra çıxarıram, üzərinə yağını əlavə edib yenidən qoyuram qızarır. Ən sonda şərbətini əlavə edib üzərinə glikoza vururam. Macəra axtarıram, özümə iş çıxarmalıyam. Dedim ki, paxlavadan bir qabda hazırlayım. Onun içərisinə qoyum bu paxlavanı. Karotkanı kəsdim, üzərinə bildiyiniz bu remont üçün olan skoçlarla vurdum. Daha sonra isə pivo kleyinin içərisinə salfetkanı vurub üzərinə yapışdırdım. Ən sonda isə bu qatları quruduqdan sonra qəşəng rənglədim paxlava rəngində. Bu daha da əla çıxa bilərdi, amma gecənin ikisində ağlıma gəldiyi üçün pivo kleysi bizə az idi deyə bəzi salfetkalar xoşuma gəlmədi yapışılmağı. Amma düşünürəm ki, qəşəng ideya ortaya çıxartmışam. Videonu bəyənməyi və yaddaşa verməyi